Salam əziz dostlar, xoş gördük. Bağışlayayım, mən bunu bağlayayım. Əslən söndürüm ki, zəh vurmasınlar, Təbrizdəndir. Salam əziz dostlar, xoş gördük. 17-ci cələsə jurnalistlər üçün dərsdir. Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 17-ci bölümündəyik və bu günə teori bəhsində kimlər üçün xəbər yazırıq, ya kimlər üçün yazırıq, bu haqda danışacağıq. Bilirsiniz, jurnalizm bir ticarətdir eyni halda. Yəni, bundan belə ki, bir elmidir, amma bir ticari elmidir. Yəni, jurnalist əslində bir dana yaxçı alverçi olmalıdır. Hər adamı seçib və hər adam özünə müştəri görə bilməz. Əvvələ məxsus bir şey satır. O nədir? Özünün baxışıdır. Mənim baxışım mənə aiddir. Çox adamları ilgiləndirməz, çox adamların əlaqəsi olmaz. Niyə olsun ki? Mənim baxışımın o birisləri ilə nə fərqi var, nə üstünlüğü vardır ki, insanlar mənim baxışımı gələlər və oxuyarlar. Mən gərək bir baxışımda bir fərqim ola o birislərinə, dünya baxışımda, fəlsəfəmdə, görüşümdə, siyasətimdə bir fərqim ola o birislərindən ki, deyəm, mən bunu satıram. Satmaq nədən ibarətdir? Satmaq bundan ibarətdir ki, biz bir şeyi bir ayrı şeyin qabağında veririk bir ayrılarına. Yəni, bir şeyi bir şeylə əvəz edirik. İndi bunun adına müamilə deyirlər, satmaq deyirlər, alver deyirlər, iqtisad deyirlər, mübadilə deyirlər. Hər nə desəz, əgər bir şey veririk, bir şeyi alırıq, bunun adı iqtisaddır. Jurnalizm də bunun içindədir. Fəlsəfə də bunun içindədir. Hər şey bunun içindədir. Biz nə veririk, nə alırıq. Çox yerdə jurnalistlər bir şey yazırlar, bir ruznaməyə verirlər, ya bir məcəlləyə verirlər, ya bir kitaba verirlər, ya bir televizyona, ya bir radioya verirlər. O televizyon bunlara bir pul verir. Bu bir. O televizyon istəyir onu versin, ya o radyo onu versin, o ruznamə, o məcəllə, o kitab onu versin müxatəblərinə. Nəhayətdə bu jurnalist o müxatəblərə bir şey verir. Onlardan nə alır? Vaxtlarını alır. O adam ki, bir saat oturur, mənə qulaq asır. İndi məsələn, siz orada oturmuşsunuz, qulaq asırsınız. Mən sizə bir şey verməliyəm ki, bir şey sizdən alam. Sizə nə verirəm? Sizdən nə alıram? Sizə bir şey verməliyəm, sizin vaxtınızı alıram onun qabağında. Siz də məndən bir şey alırsınız, bir şey öyrəşməyə çalışırsınız.
Mən əgər sizə örc edə bilsəm və siz əgər örcəşsəz, biz bir dənə müamilə elədik. Bu müamilədə getdik qabağa. Jurnalist bir dənə insandır ki, fikir satır. Fikrin ən sadə əşyası xəbər satmaqdır. Mən deyirəm ki, bu günləri, dünənləri, yəni indi Türkiyədə axşam olubdur, ehtimalən dəyişibdir. 1715 nəfər dünən gecə Toronto vaxtı ilə saat 2-yəcən, 2:07 dəqiqəyəcən və Türkiyə vaxtı ilə sübh saat, bu günləri sübh saat 7:15 dəqiqəyəcən ya 7:15 dəqiqəyəcən, bəli, 1715 nəfər terörist öldürülübdür. Bu Zeytun budağında ya Zeytun dalında bir belə adam terörist ölübdür. Bu bir sadə xəbər. Bundan sadə xəbər heç deyil. Amma bu bir fikir göstərir. Göstərir ki, Türkiyə terrorizmlə mübarizə edir. Və bu terrorizmi mübarizə eləməkdə, bu müddətdəki mübarizə bir belə terörist öldürübdür. İndi teröristlər bilirlər ki, bir dənə ciddi müxalifət var burada, Türkiyə adında və ciddi mübarizə edir. Qorxmurda ki, Türkiyə markı vuralar, ad yapışdıralar, pis söz deyərlər. Ən azı budur. Bir də insanlar bundan narahat olurlar. Niyə teröristləri öldürür? Bir də insanlar sevinirlər. Teröristlər ölürlər. Bir də insanlar məyus olurlar. Türkiyə əgər Kürdlərə icazə verməsə bir məmləkət qursunlar, Azərbaycanlılara icazə verə biləcək bir məmləkət qursunlar. Bir sualdır. Və elə buradan o şey başlanır. Yəni, bir dənə görürsünüz ki, alver başlanır. Sadə bir xəbər özü bir fikir yarada bilər. Siz baxmayın ki, İranda bizi elə tərbiyyət ediblər ki, biz xəbərdən əslən mühüm deyil bizim üçün. Dünyada əgər bir nəfər özünü öldürür, məsələn, deyək ki, 2 il bundan qabaq ya 3 il bundan qabaq Kanadada bir çox bəh, mən yaşayan yerdə çox bəh bir qar gəldi. Bu qar göydən gələndə su gəlirdi, yerin yaxınlıqlarına gələndə buz olurdu və bilirsiniz, göydəki yağış gəlir, bu damcı şəklində gəlmir, uzun gəlir. Donurdu və gəlib adama ya hər nəyə taxılanda taxılırdı. Donulu taxılırdı, həm taxılırdı, həm donurdu. Və bu şəhərdə ki, mən yaşayıram, 1 milyondan çox ağac sındırdı. Yəni, gəldi, qar oradan oturdu ağaçları ağırlatdı, sındırdı, xiyabanları bağladı. Bəzi yerlər var ki, bir ayda xiyabanlarını hələ təmizləyə bilməmişlər. Çünki ağaçlara gərək bir-bir doğrayıydilər, bunları yoldan çəkiydilər, gediydilər, şəhrin hər yerini açaydilər. Amma orada o günlərdə bir dana xanım öldü. O xanım gecə soyuqda Alzaymeri varmış, qapıdan çıxır eşiyə, yadından çıxır evlərinin adresini, qeydənmir, qalır xiyabanda ölür. Bu xəbər idi, sadə bir xəbər. Bir dənə qoca arvad Alzaymer tutubdu, gecə çıxıb evindən eşiyə, evini tapa bilməyib ölübdü. Okey, ölüb da, nə olsun ki? Amma Kanada dövlətinə və millətinə bu sadə bir xəbər deyil. Necə ki, hər gün təyyara düşə, hər gün maşın, otobus yana, hər gün qatar yana, hər gün adam ölə. Və dövlət buna bir qanun keçib bunu həll eləməyə. Kanada dövləti burada qanun keçdi. Alzaymer olan evlərin qapılarında gərək filan şeylər qoyulsun. Bunlar bir Alzaymer olanlar, məsələn, qış günlərində filan zamanlardan eşiyə çıxmasınlar. Ya onların gərək pərəstişdarları gecə yanlarında qalsın. Onlar ki, Alzaymerdirlər. Gərək elə olsun ki, onlar qapıdan istəyərlər çıxarlar, evdə yatanlar ayılsınlar, dursunlar və xəbərdar olsunlar. Bir qanun keçdi. İnsanlar ölməməlidirlər. Bu İranda, amma görürsünüz ki, indi mən 28 ildir jurnalistəm. 28 ildir
İran ruznamələrində gün olmaz ki 2-3 dana özün öldürməkdən, özün dara asmaqdan, özün yandırmaqdan, özün nə bilim bir ya ölü aparıblar çöldə öldürüblər, doğrayıblar, yandırıblar filan 1000 dana müsibətdən 3-4 dana çap olmasın. İttifaqən İran ruznamələrinin ən çox oxunan bölümü də həvadis bölümü. Yəni o bölümdür ki, orada ölüm itimi çox yazarlar. Amma heç vaxt qanuna çevrilmir. Heç vaxt deyilmir ki, nə olur? Niyə bu adamlar özlərini öldürürlər? Bu bir məsələdir. Xəbərin yap birinci məsələsi budur ki, adam gəlir soruşur, niyə bu öldü? Nə cür eləyək ayrı adamlar ölməsin? Ya niyə özlərini öldürürlər? Nə cür eləyək qoymaq özlərini öldürsünlər? Niyə mutat çoxalır? Nə cür eləyək mutat çoxalmasın? Yəni bir dənə sadə xəbər gərək bizə bir fikir versin. Pəs xəbər fikir verir. Ya da aşağı səthdə. Yuxarı səthdə mümkündür bir fikirdən danışsın, bir fəlsəfədən danışsın, bir dünya baxışından danışsın, bir elmidən danışsın, bir ixtiradan danışsın, bir iktişafdan danışsın və insanlarda bunu yaratsın ki, mən də başara bilirəm. Mən də dünyanı dəyişdirə bilirəm. Çünki hər bir şey ki, dünyaya gəlir, dünyanı dəyişdirir. Hər nəfəs ki, biz çəkirik, bu havada bir dəyişiklik yaradır. Ki, bu havada dünya havasıdır. Və hər ağac ki, orada kəsilir, dünyada bir dəyişiklik yaradır. Və hər ağac ki, əkilir, fidan ki, əkilir, dünyada bir dəyişiklik yaradır. Hər bir adam ki, nənədən doğulur, dünyada bir dəyişiklik olur və hər bir adam ki, torpağa gedir, dünyada bir dəyişikliklər olur. Bir dana yox, bəlkə milyonlar. Bunun üçün hər bir xəbər bizə bir şey olar, cırıqqa olar ki, bu cırıqqa dünyanın xərməninə düşə bilər, yandıra bilər, dünyanı o cür çevirə bilər, dünyanın qarın əridə bilər və Gülistana çevirə bilər. Xəbər bəs bir alverdir. İnsanların fikrini dəyişdirmək üçün. Hətta bir sadə xəbər. Amma bunu biz gərək millətimizə öyrədək ki, xəbər deyil ki, fəqət eşidəsən, əfsürdə olasan. Xəbər bunun üçün deyil ki, güləsən. Xəbər bunun üçün ki, fikirləşəsən. Amma bizə öyrətməyiblər xəbərlərdən fikirləşib və nəticə almalıyıq. Xəbərlərdən siyasət çıxartmalıyıq. Xəbərlərdən qanun çıxartmalıyıq. Xəbərlərdən ticarət çıxartmalıyıq. Xəbərlərdən rifah çıxartmalıyıq. Xəbərlərdən qətl-qarətdən, insan öldürməkdən uzaqlaşmaq çıxartmalıyıq. Qətl-qarətdən rifah çıxartmalıyıq. Deməliyik ki, biz bunu davam verməyəcəyik. Amma bunu görməmişik. Biz xəbəri bir sadə xəbər görmüşük və adət eləmişik. O qədər adət eləmişik ki, adamlar gedirlər, edama baxırlar və ləzzət aparırlar. Heç düşünmürlər ki, bu edam niyə axı? Nə olsun? İnqilabın əvvəlindən keçən 40 ildə bir neçə girəm tirgeç heroindən ötürü adam öldürüblər ta bu günə qədər. O gün əgər 1000 dana qaçaqçı var idi 57-də, 58-də, 60-da, bu günləri neçə milyon mu'tad və qaçaqçı var. Yəni, heç nəyi dəyişdirməyib. Niyə? Çünki biz xəbəri adət eləməmişik, bir fikir kimi görək. Düşünək ki, bu nə məsullar bu cürdülər, nə qanunquzarlar bu cürdür, nə qüvvə-i mücriyə bu cürdür, nə qüvvə-i ədliyyə bu cürdür, nə qüvvə-i müqənnənə. Heç birisi. Nə də adi millət, nə də ustad danışqah. Siz bir dana ustad danışqahlarda İranda məqalə görməzsiniz ki, bir nəfər öləndən sonra otura deyək ki, bunu biz nəqd eləyək. Görək nədir? Siz bir dana məqalə görməzsiniz ki, indi təyyarələr düşür, 2-3 gün yazılacaq, orada buradan əslində getməyəcəklər, nəzür qabağına alaq, neyniyək, neynəmiyək, bəhs olmayacaq, 2-3 gündən sonra da cəhənnəmə görə öldürər də. Deyəcəklər, gedəcəklər işlərini dalısına. Ki, mən gərək çörəyimi yiyəm, mənə nə o ölübdür, mən ölü çörəyi yeməyəcəm. Amma bir gün o oyun bunun da başına gələcəkdir. O ölüm bunun da başına gələcəkdir. O təsadüf caddələrdə təhcə əhər yolunda Azərbaycanlıları öldürmür. Hər kəs oradan geçsə ölmək ehtimali vardır. Amma niyə orada ölünür? Bunu gərək fikirləşək. Biraz mən sürətimi azaldam, biraz da gərək dövlətə fişar gətirək, caddəni düzəldə. Biraz sürücü gərək çox diqqətli ola, ta ölməyə.
və öldürməyə. Bu bir ciddi məsələdir ki, biz xəbərə görə gərək düşünək ki, milləti düşünməyə tərəf aparaq. Düşünməyə tərəf bu deyil ki, bir xəbərin içində sual yazaq, deyək ki, siz nə düşünürsünüz? Bu da ola bilər əlbəttə. Müxatəbdən soruşaq ki, sən nə düşünürsən? Ondan cavab gözləyək. Bu da ola bilər, təbii ki, ola bilər. Amma bundan yaxşı budur ki, biz radioda, televiziyada yazdıqlarımızda millətə öyrədək ki, xəbərə bir əksüləməl görsənir. Bunun qabağında bir iş görün. Amma xəbəri biz hər xəbəri hər adam üçün yazırıq, ya hər şeyi ki, ruznamələrdə yazırıq, ya radio, televizyonlarda deyirik, bunları hər adam üçün ki, deyirik, orada oturubdur, yoxsa bizim müxatəbimiz var. Yəni, məsələn deyək, bir dana 1 milyard tümənlik evi bir nəfər ki, 100.000 tüməni var da ala bilməz. Biz onu satanmarıq. Necə ki, 100 milyon tüməni evi pulu olana da 1 milyardlığı satanmarıq. Necə ki, 900 milyon tüməni olana da 1 milyardlıq evi satanmarıq. Hər kəsin öz büdcəsinə görə ona bir ev, ona bir maşın, ona bir şey satmalıyıq. Bir paltar satmalıyıq. Hər adam hər paltarı giyinməz. Məsələn, mən rəhli paltar çox sevərəm, qərə paltar sevmərəm. Bir nəfər çalışa mənə qərə paltar sata, mütləqən müvəffəq olmasa hədərə gedər vaxtı. O vaxtı qoysa bir ayrı adamın üstünə bir dünya pul qazanar. Amma mənə qərə paltar giyindirməyə çalışan bir adam normalda başı dəyər daşa. Amma rəhli bir paltar satsa olar. Mən markalı libas giymərəm. Yəni, məsələn, üstündə təbliğat ola, marka ola giymərəm. Hər kəs çalışa mənə bunu sata, eləyə bilməz. Xəbər də bu cürdür. Yazımız da bu cürdür, fikir də bu cürdür. Biz hər fikri hər adama satanmarıq. Azərbaycan istiqlalın danışırıq. Hər adama bu fikri deyə bilmərik və hər adam bunu qəbul eləməz. Onun üçün biz hər adama deməməliyik. Biz bəzi adamlara çox yumuşaq yazmalıyıq. Hətta elə yazmalıyıq ki, bilməsinlər ki, bizim bunun içində bir istiqlalçılığımız fikri var. Amma yavaş-yavaş o adamın zehnində bir bulanlıq yaradaq. Zaman içində. Bizim web saytımıza gələndə 10 dəfə, 20 dəfə xəbəri oxusun. 20 dəfədən sonra yavaş-yavaş gələcək bura ki, özü də bilməyəcək nə dəyişir bunda. Yavaş-yavaş dəyişəcək. Çox yumuşaq yazmaq bir yoldur. Həm dostu, həm düşməni saxlar. İkinci, ədəbli olmaq. Siz bir arzu üçün, bir arman üçün çalışırsınız. Əgər ədəbli yazmasaz, heç kəs o fikri sizdən almaz. Heç kəs. Çünki əvvəl deyərlər, bu adamın düşüncəsi, əgər danışığı, bu da ötür, bunun düşüncəsi nədir? Bunun üçün dözümlü olacaqsınız, rahat yazacaqsınız. Müxatəbizi seçəcəksiniz ən sonunda. Yəni, xülasə desəm, çox da uzatmayayım bu bəhsi. Müxatəbizi seçəcəksiniz. Mən kimə xəbər yazıram? Mənim yazdığım, ya dediyim adam, danışdığım adam savadlıdır, savadsızdır. Əli mediaya çatır ya yox. Aya lazım qədər bunun pulu vardı ki, bu ruznaməni, məcəlləni ya bu web sayta girə, yəni internet ola, telefonu ola, ya kompüteri ola, eləyə bilə, bunda bu imkan ola ki, gələ bura. İkinci, aya bu adamın lazım qədər savadı var, bu mən dediyim dildə. Mümkündür biz farslılara danışaq. Mümkündür türklərə danışaq. Mümkündür ərəblərə danışaq. Mühüm deyil hangi dildə danışırıq. Türkçe hər səthini danışmaq olar. Səthi nədir? Məsələn, biz cami-şünasdən ya rəvan-şünasdən danışsaq, bir dənə adam ki, bunları oxumayıb bilməz, hətta döktür də olsa. Mühəndis də olsa. Çünki məsələn, millətin mənası, xordə fərhəngin mənası, fərhəngin mənası, əqəlliyyətin mənası, bunlar aydın deyil. Məsələn, bir çox adama aydın deyil.
Onun üçün onların mənasını düşünmədikcə sizin fikrinizi almaz. Sən birdən deyirsən, okey, mənim cümləmin məfhumun düşündü da. Amma bu ona bənzər ki, gedir bir dənə mollanın mənbərində oturur, gəlir deyir, çox qəşəng danışır. Deyirsən, nə dedi? Heç zat yadına gəlmir. Heç zat bu adamın zehnində qalmayıb. Ömür boyu adam gedir mətidə, namazın başarmır, orucun bilmir, hər şeyin soruşmağa məcburdur. Hər gün dubarədən soruşur. Niyə? Nəinki o məsələ ona mühüm deyil, ha, o namaz da ona mühümmüdür, namazı qılmaq da, dəstəmaz almaq da, tualetə getmək da, hər şey ona mühümmüdür, ona görə soruşur. Amma 50 il, 100 il gedib adam mətidə onu öyrəşməkdir və bəllidir ki, burada bir yerdə bir iştibah var. O müxatəb, o adam ki, müxatəb seçib onları mətiddə, o molla eləyə bilmirdi bunları təlim versin, öyrəşsin. Müxatəblərini seçməyibdir. Biz gələk bunları müxatəbimizi seçək. Biz kimə danışırıq? Savadlıdır, savadsızdır. Ana dilində məsələn danışırıq, türk dilində danışırıq. Mən danışdığım adamın savadı nə qədər ola bilər? Hətta məsələn yazar, indi deyək ki, bizim klasımızda bir neçə nəfər adam oturubdur, dərsə qulaq asır, yoxsa qulaq asacaqdır. Bunların savadları nə qədərdir? Mən bunları İbtidai fərz eləyim, rahnımayı fərz eləyim, dəbiristan fərz eləyim, danışqah fərz eləyim, fوق-lisans fərz eləyim, doktora fərz eləyim. Nə fərz eləyim? Hansısının səthində danışım? Onlar ki, istəyirlər ümumi danışarlar, xəbər yazanlar, girək ümumi seçələr. Müxatəbi deyərlər ki, mən bunu yazıram, hamı üçün, hər kəs bu veb-saytə girsə, bu xəbəri oxusun. Bu məcburdur, ümumi dil seçər. Ümumi dil nədir? Mən bunu oxusam, nənəm baş tapam. Nənəmin də savadı yoxdur. Türk dilində yazılanda. Bunun üçün mediada, ümumi mediada, məsələn, Günas TV-də, bir radiolarda, İranda olan radiolarda və televizyonlarda ki, ümumi dilə. Məsələn, vərziş kanalına mən qulaq asmaram şəxsən. Yəni, mənə vərzişdən deyəndə baş taparam. Mən hala bilmirəm, offside yəni nə mənə. İngiliscəsini bilirəm yəni nə mənə. Yəni, böyürdən qıraqda olmaq, çıxmaq. Saydıdan, böyürdən qırağa çıxmaq, eşiyə çıxmaq. Ya İraq düşmək. Amma bunun texniki anlamı nədir? Bilmirəm. Çox bir şeyləri bilmirəm futbolun. Hətta hərdən də göylüm istəyir ki, məsələn, gələm oturum futbolu belə bir bərnamədə, məsələn, futbol deyəm. Yəni, məsələn, futbolu qoyamır, əvəzin ki, farsını qulaq asırlar, mən də türkçüsünü deyəm. Amma başarmıram. Başarmadığım üçün də yaxın gələmirəm. Tamam. Biz ümumi xəbərlər yazanda məcburuq ya aşağı savadı nəzərdə alaq. Aşağı savadı nəzərdə alanda məcburuq ki, sadə yazaq. Sadə yazanda məcburuq bunun sözləri ki, burada seçirik, xarici söz olmasın. O söz olsun ki, bu adamlar onu eşidirlər. Hər bir arvad və xanım, bir kişi ki, görürsünüz, xarici hər deyil savadı yoxdur. Bunlar 3500 kəlmə ilə yaşırlar. Yəni, siz istəyəsiniz bunlara 3600 kəlmə ilə yaşırasınız, yəni 100 kəlməlik bunlara dikşineri öyrədəsiniz. 100 kəlməlik savad verəsiniz. Hər kəlmə ki yazırsınız, onu gərək qabağında məni eləyəsiniz. Necə ki, bizim türkçü dilimiz, biri də deyirlər, siz türkçü danışırsınız, Əli Xameneyi deyir, türkçü danışdırın uşaqlarınızı məsələn. Amma bilirik ki, bir dənə türk ki, əlin danışırıq biz, 3500 kəlmə başarsaq, kitab yaza bildik türkçü dilində. Amma təəssüflə bizim əksəriyyətimiz türk dilində 3500 kəlmə başarmırıq. 3500 kəlmə ilə biz hangi dildə başarsaq kitab yaza bilirik. Və insanlar bu kitabı oxuyarlar. Sadə olar, səmimi olar, rahat olar. Oxuyarlar amma. Amma bizim əksəriyyətimiz bunu başarmırıq. Onun üçün dil gərək, hətmən gərək kətbi və icbari olar.
yazılı dil ola və zorla oxutmalı ola. Hər dil bu cürdür. Dünyada bir çox yerdə qanun vardır. Əgər bir uşaq mədrəsəyə getməsə, onun dədənəsi cərim olar. Hətta zindana gedər. İcbar budur. İranda da bu cür idi. İndi deyil əlbəttə. Qabaqlarda bu cür idi. İndi bəs bizim müxatabimiz kim oldu? Məsələn, mən ya istiqlala görə, ya federalizmə görə, ya azadlığa görə, ya demokrasiya görə, ya hüquq bəşərə görə yazıram. Hangi mövzunu ki seçirəm, hüquq bəşər, istəyirəm ki, burada o adamlar ki, hüquq bəşər sahəsində çalışqandılar, onlar üçün yazam. O zaman ki, Urmu gölü üçün yazıram, Urmu gölü haqqında olan həssas adamlara yazıram. Ola bilər bu mənim nənəm olsun, ola bilər ki, bir mütəxəssis olsun. Onda ki, ümumi yazıram, gərək sadə yazam, onda ki, mütəxəssis yazam, onda yaza biləm Artmiya, Urmiya. Ona görə tozih də verməsəm ki, bu bir dənə heyvanı təksilloli ki, duzda yaşaya bilər və duzda su kamil qurusa zahirdə ölər, amma bir zaman ki, yağış gələ, bunun içinə lazım qədər su ola, bu duz əriyə, bu heyvan dirilə bilər. Ehtiyacı yoxdur buna, çünki o profesor özü bunları da bilir. Mən ehtiyacı yoxdur mu? Açıqlayam ki, Artmiya nə şəraitdə ola bilər. Təxəssüs budur. Amma bir sadə bir adama yazsaq, mənim nənəmə yazsaq, şərəf deyək ki, Artmiya bir dənə heyvandır. Bu çox cıqqılıdır. Urmiya gölündə təhcə mövcud diri ki, yaşaya bilər budur. Suyun içində yaşaya bilər əlbəttə. Suyun eşiyində ya üstündə çox heyvanlar yaşaya bilir. Və bu quşların, heyvanların qəzası olur. Beləsi yazırsın. Artmiya görə bir tozih verirsin. Onun üçün bəs müxatəbəmizi biz seçməliyik. Kimə yazırıq? Çünki o kimə yazırıq, o lüğətləri ki, orada işləyəcək, o sözləri ki, bir-birinin dalısını yazaq, o onu müşəxəs eləyəcək. Xəbər yazmağı kimlə öyrəşəcəyik? Fatma nənədən, Gülsüm nənədən. Küçənin başında oturur, deyirlər, məhəllənin bibisidir. O xəbərin nə cür deyir arvadların hamısı, xanımların hamısı məhəllədə yayılır. İndi mümkün də əvvəlində deyək, qız eşitmisən məsələn bu cür deyil. Filan kəsin qızını qaçırtdılar. Titri bu deyil. Filan kəsin qızını qaçırtdılar. Xəbər, fori yayılır. Filan kəs arvadını döydü, eşitdin. Filan kəs boşandı. Baxın, gəlir məhəllədə olan xəbəri titr qoyur. Ondan sonra baxır, onları deyir. Həndə filan kəs, filan qızdır. Danışıqlığa getmişdi, ha filan kəsin qızı idi, ha bacısı filan idi, ha dədəsi filan idi, ha nənəsi filan idi, ha ərə getmişdi, çıxmışdı, ha ikinci dəfəsi ərə getmişdi, ha yenə də qaçdı. Yəni, xəbər yazmaq, ən gözəl xəbər istəyəsiz yazasınız, o küçə başında o xanım ki, xəbər deyir və furi yayılır o məhəllədə, məhəllənin bibisidir, ondan öyrəşəcəksiniz. O nə dil ilə deyir, nə cür sadə, səmimi, hangi sözü əvvəl gətirir, sonra onu açıqlır, sonra hangi sözü gətirir, bunların hərəsi bir paragrafdır. Çox da qısa olar, bunların xəbərlərinə qulaq assaz, 1 saat o xəbərə görə danışmazlar, 5 dəqiqədə danışmazlar, 1 dəqiqədə deyər qutarar. Qız Həlmənin qızı qaçdı. Başı daşlı 2 dənə elçisi var idi, getmədi, ha getdi filan kəsin oğluna ki, məsələn, kasıbdır, savadsızdır, qumarbazdır, lotudur, filandır, bəhmandır. Hər şeyi 2 dənə, 3 dənə cümlədə qurar, qoyar ora. Xəbəri yazmağı istəyək, öyrəşək, gerək ondan öyrəşək. Çünki xəbər odur ki, o qədər müvəffəq olasınız ki, millətin ağzına düşür söz. Bir dənə xəbər yazasan, onu hamı deyə. Qız eşitdiyin həmsayının qızı özünü öldürübdür. Ya filan kəs özünü öldürübdür. Filan yerdə filan kəs, qızlarınızdan müvazib olun, filan yerdə filan kəsin qızını qaçırdıblar, aparıblar. Cıqqılı qızın məsələn qulağını kəsiblər, sırğasını götürüblər. Görürsünüz ki,
İnsanlar da uşaqlarını qızıl salmırlar. Bəs biz müxatəbimizi seçəndə ədəbiyyatımızı seçirik. Müxatəbimiz biz bir nəfəri, nənəmizi misal qoyanda, bir dənə danışçını misal qoyanda, bir dənə döktürü misal, yanmışsa, hancısı mühəndisi qoyanda ya türk dilli fəaliyyət eləyənlərdə ədəbi bir şey danışırıq. Bayatıdan danışanda mənim nənəm də gəlir istədir. Amma ədəbi dildən danışanda mənim nənəm, mən gedirik eşiyə. Çünki mən ədəbi dilini nə bilirəm. Pəs biz müxatəbimizi seçəndə onun səthi ittilaatın, səthi düşüncəsini nəzərdə alırıq, onun əsasında yazılır. Onun standartları nədir? Biz standartları insanların değiştirə bilirik ya yox? Təbii ki, değiştiririk. Biz hər şeyi değiştirə bilirik. Biz əgər düzəməlli jurnalist olsaq, düzəməlli yazar olsaq, düzəməlli fikir sahibi olsaq, yer üzünün fikir Allahları yox. Biz Allahla, o Allah ox ki, gəlmişik insanların fikrini değiştirək. Əgər ciddi bunu başarsaq, düzəməlli başarsaq, eləyə bilsək bunu, insanların ruhuna geçək, ruhunda işləyək, müvəffəq olmuş. İndi gərək görək, onda ki, biz istəyirik insanların zehnini dəyişdirək, gərək görək ki, bizim müxatəbimiz nə istir? Onun eşitdiğin, o şey ki istir, eşidə gərək onu deyək. Çünki biz əgər məsələn mənim dedəm siqarı çəkir, nə qədər deşək siqar pisi, mənim dedəm məsələn eşitməyəcək bunu. Çünki o siqarı sevirik. Necə ki, əgər məsələn mən bir qızı sevirəm, ya bir xanımı sevirəm, ya bir kitabı sevirəm, ya bir şeyi sevirəm, bir fikri sevirəm, onun ziddini nə qədər desələr qulaq asmayacağım. İttifaqən o gözəldir ki, mən qulaq asam, amma cavaba da fikirləşəm. Mənim fikrim burada işlir. Bu çox pis bir şeydir. Deyirlər ki, adam mənə qulaq asmır, oturur cavaba fikirləşir. İttifaqən üçün sənə qulaq asır, fikri fəal olur ki, sənə cavab versin. Bu çox gözəldir. Niyə bundan narahatıq ki, insanlar bizə cavab verməkdən qorxaq, yaxşı, mənə qulaq asmır, mənə cavab verməyə fikirləşir. Təbii ki, bu insan sənin sözündən bir şeyi alıb da ona fikirləşir. Çünki insanın fikri çox sadə bir şey deyil. Çox peçidədir. Çox qarma-qarışıq bir şeydir. Eyni halda 4-5 dənə işi görə bilər. Bəs biz gərək əvvəl təşxis verək ki, indi bizim müxatəbimiz nə istir? Onu istədiyimiz yerdə yuxarıya aparaq. Hər dəfə biraz yuxarıya aparsaq, bu adamın istəyin yekəldərik. Dünya görüşünü yekəldərik. İndi bizim qalıbdır dünya görüşümüzdə. Bəzi adamlar özünün dünya görüşü cıqqılı olduğu üçün müxatəblərinin dünya görüşünü günü-gündən qırışladarlar, cıqqılladarlar. Məsələn, İranda İslah tələblər və mühafizəkarlar və inqilabçılar məsələn insanların fikrini cıqqılladarlar. Günü-gündən. Hətta danışqahlara gedən insanlar zahirdə bir şey öyrədirlər, amma əgər həman 4 ili qoyaq məsələn onunla bir dənə Fransızlı, bir dənə Amerikalı, bir dənə Avropalı ki dərs oxuyur, hətta bir dənə ərəb ki danışqahında dərs oxuyur, onları 4 ildən sonra gətirək deyək ki, nə öyrəşmisiniz? Onda bilirik ki, bunlar nə qədər camiədə zehn inkişaf edibdir. Xümeyninin dünənki sözünə baxın. Tamami dünyada inkişafı bunda görür ki, yəni baxsız görürsünüz ki, ərəblər və bina qrupu, amma saxtaman qrupla bu pişrəft olmaz. Bu tosa inkişaf deyil. Onun nəzərində inkişaf nədir? Onun fikrinə təslim olmaq. Bu bir milləti dalıya aparmaqdır. Bir təməddünü dalıya aparmaqdır. Bu bunun anlamında deyil ki, biz görək bizim müxatəbimiz nə istəyir? Biz də o müxatəbin səliqəsindən gedək. Buna deyirlər populizm. Populizm budur ki, Əhmədinəcad gəlir deyir ki, mən şey verəcəyəm. 44.500 mən ayda hərəzə pul verəcəyəm. Sonra da bunun üstündə hamısı intikabata gələndə
Kərrubi Dəmir, Hüseyn də, Həsən də, Kazım da, Qasım da, Ruhani də hamısı gəlirlər bunun üstündə manor verirlər. Niyə? Çünki millətin bu populist ehtiyacı var pula. Biz bunlara bir az müftə verək, bunların gələcəklərini alaq. İnsafən dünyada ən böyük xiyanət ki oldu bu idi ki, insanlara pul verdilər, rəylərini aldılar. İnsanlara demədilər ki, mən sənə nə edəcəyəm? Sənin məndən nə intizarın olsun? Nə işi görməsəm ki, mənim əleyhimə etiraz elə. İnsanlara dedilər, sənə 44.500 verəcəyəm, sənə heç iş görməyəcəyəm. Amma hər şeyi də bahaladacağam. Sənin də haqqın yoxdur etiraz edirsən, çünki sənə ayda 44.500 verirəm. Bu populizmdir siyasətdə. Ruznameniqar da elə bu cürdür. Görürsünüz ki, bundan da bu dairədən eşiyə çıxmır. Millətə bir taza bir şey vermir. Çalışır ki, millətin taza bir sual soruşa bilmir əslində məhsullardan, məqamlardan. Onları sorğu-sual altına getirə bilmir. İndi söz budur ki, populist olmaq, yəni avamçı olmaq, beləsi deyək. Türkcə desək, avamcıl olmaq ya avamçıl olmaq nə demək? Avamın dalısına düşməkdir. Nəinki avamın fikri yoxdur ha. İndi mütəəssifanə İranda olan danışqahlarda və siyasətdə olan adamlar avamcan fikirləri yoxdur. Avam o şeyləri düşünür iqtisadda, siyasətdə, rəvabiti beynəlmiləldə, teknolojide, kompüterdə, internetdə ki, siyasətmədarlar, mütəxəssislər onu düşünmürlər. Ya cürət eləmirlər düşünələr. Qorxurlar düşünməkdən. Bunu düşünsəm əldən verərəm işimi. Bunu düşünsəm rəislikdən çıxaram. Bunu düşünsəm zindana gedərəm. Avam bunlardan qabaqdır. Onun üçün görürsünüz ki, İranda bir də inqilablar, hərəkətlər üz verir ki, bunlar roşən fikrlər, ziyalılar səthində mətrəh dəyiləslər. O etirazlar ziyalı, roşən fikri, islah tərəf, radikalist, bulan, bəhman bunların içində yoxdur. Hətta bizim hərəkətimizdə, milli hərəkətdə də bu cürdür. Avamçı olmaq budur ki, məsələn, avam deyir ki, ağa, İrandan varıq da, elə varıq. Siz də bunu desəz, avam olarsınız. Avam deyir ki, mən, Türkçe dili danışırıq da, bunu yazmağa ehtiyacı yoxdur ki, biz elə Farsi ilə geçinirik. Farsi da bir milli dildir. Hətta onlar sənə yaman desələr, gəlsələr televizyonunda, radyonunda, yazısında, kommentində, Facebookunda yazı yazsalar, sən bilməlisən ki, bu avamdır. Bu adam dərin düşünə bilmir. Milli mənafeyi bilmir nədir. Mütəəssifanə avam milli mənafeyi bilməz. Avam şəxsi mənafeyi düşünər. Şəxsi mənafeyi ilə milli mənafeyin fərqi budur. Bir gün mənim oğlum gəldi, bizlə danışır bu Kanadada. Dedi ki, dövlət filan şeyi kəsəcək. Məsələn, ayda filan gəlir, mərizlərə pul verir, onu kəsəcəklər. Bunu desən nə olar? O adamlar ki, bu pulu alırlar, bunun dalısında duracaqlar. Amma o birisi təsmim nədir? Dövlət nə mənə istiricra eləyə? Ya, məsələn, o fikir, sənin fikrin nədir onun yerinə? Bu, o millətin nöqtə zəfindən yapışırsan, milləti dalısından sürünürsən, dərinlətmirsən. Bu avamlıqdır, avamçılıqdır. Ziyalılıq nədir? Ziyalılıq budur ki, o millətə öyrədəsən ki, sənin meşən, sənin dağın, sənin hər bir meyvənin, toxumun, əhmağın bu məmləkətin gələcəyinin abadlığı, rifahı, əmniyyəti, sərvətidir. Hər bir ağac ki kəsirsən, hər bir heyvan ki öldürürsən, hər bir gülü ki qırırsan, bu məmləkətin sərvətinin gələcəyi aradan aparmaqdır. İnsanlara öyrədirsən, nədir mühiti saxlasınlar. İnsanlara öyrədirsən ki, dövlətə çox dayanmayacaqsan. Deməyəcəksən, dövlət gəlsin, mənə dil versin. Özün başlayacaqsan, mədrəsəvi quracaqsan. Özün başlayacaqsan, evini mədrəsəyə çevirəcəksən. Özün başlayacaqsan, bu evlərdə bəhsi siyasi eləyəcəksən, bəhsi iqtisadi eləyəcəksən. Özün başlayacaqsan, sandıq düzəldəcəksən, taavun düzəldəcəksən. Özün başlayacaqsan, iş quracaqsan. Mən dəfələrcə bunu demişəm. Məsələn, mən əgər bir gün Azərbaycana qeydəm, ehtimalən jurnalist olaram, demirəm olmaram, ehtimalən.
Amma %10. %90 girərəm Azərbaycanın kəndlərinə dana-dana. Hər kəndin sahabını taparam, danışaram. Kəndidə evin sahabını taparam, danışaram. Neçə otağın var? Bu otaqların birini ver mən kirayə. Gecəsi neçə verin buna? Hər bir qonaq içi gətirəcəyəm bura, sən ona heç zıt verməyəcəksən. Orada bir dana kilim salcınən, bir dana fərş salcınən, ya bir dana yorğun döşək qoycunən, 2-3 dana da başlıq qoycunən, bir dana da ocaq qoycunən, orada bir nəfər özü-özünə yemək pişirə bilsin, orada da yata bilsin. O qapısına girməyəcəksən, ondan işin olmayacaqdır. Bir dana tualet düzətçinin orada onun getmağına, məsələn, bir su olsun, orada tualetə gedə bilsin. Hamama olsun, hamama gedə bilsin, yuyuna bilsin. Kət modeli özdə. Lazım deyilsən şəhər modeli düzəldəsən bunu. Kət modeli bir qəzən qoycunun altında bir şey yandırsın, o suyu qızışdırsın, çası ilə götürsün, töysün başına, yuyunsun, gəlsin, evine otursun. Elə tualeti Təbriz tualeti olsun. Fərəngi tualeti olmasın. Sən neçə verim, sənin bu otağı kirayə eləyim. Mən qonaq gətirəcəyəm bura. Ondan sonra İranın başında, dünyada hər yerdə agəhi verəcəyəm. Filan yerdə kət yaşamağın təcrübə eləyin. Oradan adamları gətirəcəyəm, bir yığacağım bu evlərə, bir pul, ev sahibine bir pul da özüm çıxadım. Bu bir işdir. Ne olar yavaş-yavaş bu milletin dünya görüşü dəyişər. Aşağıdan dəyişər, üstdən yox. 4 dana islah tələbi ki, dünyanı görüblər, amma nəf quyuları mənim cibimə geçsin, onun əli ilə dünya dəyişməz. Dünyası mənim dünyam o zaman dəyişər ki, görən dünyada bir şey geçir. Gələn Türkiyəni görən, mən dünən bir video gördüm, çox gözəl idi. Yəni ömrümdə heç filmi, sinemayı, heç hər nə ki görmüşüm, o cür gözəl deyildi. Bir dana İranlı xanım, Fars xanım gəlib İstanbulda körpünün üstündədir. Bir dana cıqqılı, güllü şort geyibdir. Bir dana da cıqqılı dünənlərdə zahirən gərək ola da, yəni tazadır bu video. Bilmirəm indi İstanbulda beləsi dolanmaq olar ya, bəlkə 5 ay bundan qabağın sözüdür, 6 ay bundan, 1 il bundan qabağın sözüdür. Hər halda İstanbula gəlibdir. Bir dana gülgülü parça, kətan parça şortu vardı, bir dana da kətan şey var, üstdən köynəyi vardı, yarısı açıq, qollar zatlar açıq, başı açıq filan. Bir dana top baş mağcayı bəyağına, körpünün üstündə durub əllərini atırcıya deyir, mən İrana qeydləyəcəm. Türkiyə bir ayrı şeydir, dünya bir ayrı şeydir, yaşamaq bir ayrı bir şeydir. Gecə saat 4'də heç kəs məndən işi yoxdur. Nədir olub bu adam bunu düşün? Çünki İrandan çıx deşik gördü, belə olamaq olar və insan əmniyyətli olar, rahat olar, filan olar, bəhman olar. Populist olmaq, avamçı olmaq çox camiyə zərərlidir. Bəlkə 4 nəfər məndən tərəfdar olar, bəlkə yaşasın insaf əli deyər. Amma camiə dalıya qalar. Camiə dalıya qalar. Rifahı dalıya qalar. Heç haqqı ələ gətirə bilməz. Populist bir adam ya avamçı bir adam bir millətə heç bir iş görə bilməz. İttifaqən o adam iş gələ deyə sizin gələcəyi çətin olacaq. Yaşayışınız çətin olacaq. Bu yoldan gərək geçəsiz ta oraya yetişəsiz. Sizə mən bir Arman şəhər verirəm, sizə mən bir utubiya verirəm, sizə mən bir arzu şəhəri göstərirəm, amma bura getmək üçün yolu çox çətindir. Ölüm də var, çətinlik də var, zorakılıq da var, amma sonu bir rifahdır, bir əmniyyətdir, bir azadlıqdır, bir düşüncədir, bir şərafətdir. Bir budur ki, sənin uşaqların çox hürmətli yaşayacaqdır. Heç olmasa uşaqları üçün bu zəhməti çəkəcəkdir. İcazə buyurun, elə burada bunu qoyum qalsın, bu bəhsimizin qalanı qalsın, gələn bəhsə, gələn günlərdə bu bəhsi elərik. Bir qısa aradan sonra xəbər bölümünə, yəni xəbər yazmaq əməli bölümünə xidmət üstə olacağım. Sağ olun.